hadisələr elə bir formada gedir ki, İran daxilində bu proseslərin qarşısını almaq üçün elə bir güc qalmayıb. Bu beynəlxalq aləmi informasiya nöqteyi baxımdan hədə-qorxu gəlməkdən başqa bir şey deyil. Çünki Hörmüz boğazını bağlamaqdan ora qüvvələr çıxartmalıdır. Elə oraya çıxarılan qüvvələr də açıq demək olar ki, dənizdə onları vurmaq üçün hazır bir meşindir. Onu vurmaq çox böyük hasad bir vəziyyət tələb edir və dünyanın iqtisadi sisteminə təsir göstərməkdən ötürü bu Ərəb ölkələri də ümumiyyətlə bu bölgədə qonşu dövlətlərin hamısı bu prosesləri əvvəlcədən bildiklərinə görə bu varianta da hazırlıq gedib və İran parlamentində xarici əlaqələr komissiyasında bununla bağlı verilən bəyanat faktiki olaraq ki, ölkənin bunların axırıncı atacaqları o siyasi baxımdan təzir içəklərdir. Ona görə bu hadisələr, bu gedişatlar onu göstərir ki, hava məkanından bugün içində ağır bomba daşıyıcı təyyarələrin bu bölgə gəlməsi, faktiki olaraq İran gəmilərinin təyyarə daşıyan, Amerikan təyyarə daşıyan gəmilərinin bölgəyə gəlməsi böyük bir formada faktiki İranın o nüvə obyektlərinə Natanz port istiqamətində, indi faktiki olaraq İsfahan istiqamətində bu cür demək olar ki, zərbələrin yendirilməsi Amerikanlar tərəfindən fakt onu göstərir ki, bölgədə 80 metr dərinliyində əgər bu bunkerlər vurulursa, o bunkerləri atacam, ümumiyyətlə o bunkerlərin dağıdılması ilə bağlı istifadə olunan avadanlıqlar faktiki olaraq o bomba bunkerlərin dağıdılması 3 pillədən ibarətdir. 80 metrlikdə onlar yenilər aşağı, hissə-hissə parçalana 3 etapda o parçalanma, partlayış sistemləri keçir. Ona görə və buna bir zərbə kifayət edirmi, yoxsa Amerikanın növbəti hücumları olacaq? Bu proseslərdən sonra ümumiyyətlə İsrail tərəfindən hansı hərbi obyektlər vurulub da təkrar bir də vurulur. Və bu bölgədə bunlar o həmin obyektləri vurmamışdan qabaq böyük bir karvanla oradan xüsusi olaraq avadanlıqların çıxarılaraq demək olar ki, Sputnikdən ümumi bir onların bir nəzarət vardı, onlara bir baxış var idi ki, bu bölgənin özündən bu avadanlıqlar hara aparıblar. Onların bu şəhər istiqamətində və əlavə olaraq onların ümumiyyətlə o dağların altında yenidən bir o bazaları var. Orada ümumiyyətlə çox ciddi şəkildə ikinci böyük bir dalğa gələcək, partlayış dalğası və faktiki olaraq bunları əsas istiqamət ondan ibarətdir ki, bölgədə neft tankerləri ilə bağlı, neft ilə bağlı, bölgəyə neft çıxartması ilə bağlı İranın bütün rıçaqları kəsiləcək. Və Hörmüz boğazında isə faktiki olaraq bunların o gəmilərin çıxardılması İranın elə bir çox da ciddi böyük bir gəmiləri, sualtı qayıqları, sistemləri yoxdur. Faktiki olaraq bu sistemlər, bu proseslər getdikcə daha da ümumiyyətlə İrana qarşı təzyiqləri gücləndir. İranın hər tərəfdən mühasirə alınma prosesi başlayır və o ərazilər vurulduqdan sonra isə o bölgələrdə ümumiyyətlə Aypa istiqamətindən, xüsusən ərazi istiqamətindən demək olar ki, Körfəzdə ən yaxın bölgədə orada Qatardır. Qatarda xüsusi radiolokasiya sistemləri Amerikanların o bölgədə yerləşir və o bölgədən ümumiyyətlə bu proseslərə çox ciddi nəzarət var. O bölgənin özündə onların hər birində də Amerikanın bazaları var. Bəli, yəni ona görə bu bazalardan, bu sistemlərindən yəni fakt ondan ibarətdir ki, İslam ölkələrinin, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin Türkiyədə ümumiyyətlə yığılması, birlikdə nüvə sazişi ilə bağlı Qərb ilə ümumiyyətlə İran arasında danışıqlar prosesində bir vasitəçi olmaqla bağlı, Amerikanlarla danışıqlara gedilməsi ilə bağlı Türkiyənin cəhdinə bunlar getmədindən sonra faktiki olaraq Ərəb ölkələrdə, müsəlman ölkələri də öz üzərinə düşən öhdəlikləri yerinə yetirdilər ki, faktiki İran dünya ilə hesablaşmaq istəmir, dünya ilə ayaqlaşmaq istəmir, bu müharibəni daha da dərinləşdirmək istəyir və bu proseslərdə bu molla rejimi özləri ilə bərabər bütün bölgəni fəlakətə aparır. Yəni ona görə bölgədə o Hörmüz boğazının özündə orada yadınızdadırsa bir müddət əvvəl olaraq Bəndər Abbas limanında onların böyük bir
hərbi bazada böyük bir partlayışlar oldu. Orada ümumiyyətlə raketlər üçün nüvə yanacağı vardı, o baza partladı. O partlayışlar da Məsud Pezeşkanın Azərbaycana səfəri zamanı. Bəli, yəni fakt ondan ibarətdir ki, Qərbin özünün bu bölgədə çox strateji baxımdan sanki bir müharibə hazırlığı ilə bağlı oradakı prosesləri Bəndər Abbasdakı böyük bir bazalar vurub dağıldıqdan sonra və Bəndər Abbas da bilmək istəyirsizcə, yəni demək istəyirəm ki, orada müəyyən bir əraziləri Çinin nəzarətinə arenda verilmişdi. Aha. Yəni o bölgənin özü, oradakı o ümumiyyətlə böyük bir o konteynerlərin, böyük bir yüklərin orada daşınması ilə bağlı o bazanın vurulması çox ciddi şəkildə həm də Rusiyanın ən böyük yüklərinin daşınması Şimal-Cənub dəhlizinin Bəndər Abbasdan və ümumiyyətlə Azərbaycan üzərindən bu ərazidən bu proseslərin, yüklərin aparılması, daşınması nəzərdə tutulmuşdu. Şimal-Cənub o dəmir yollarının da aparılması həmin o ərazilərlə Rusların o Bəndər Abbasa çıxışı ilə bağlı idi. Yəni müharibə başlamamışdan əvvəl Bəndər Abbasın vurulması və gələcəkdə Hermüz boğazının bağlanması ilə bağlı Bəsrə körfəzində baş verəcək proseslərə bir hazırlıq gedir. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, bu hazırlıqlarla, bu gedişatla bölgədə ciddi bir addımların atılmasını və İran tərəfinin bu proseslərin hansı gücünə eləyəcəyi, bu ümumiyyətlə bizim elə bir ki, ümumi sözdən başqa bir şey çıxmır. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, bölgədə İranın bu addımları özünə çox böyük ziyan gətirəcək. Və bölgədə bu cür addımlarla dünya bazarında neftin qiymətinə bu cür addımları gətirib qalmasına şərait yaradır. Və neftin qiymətinin də bu cür qalması ümumiyyətlə demək olar ki, Çin iqtisadiyyatı üçün çox böyük bir zərbədir. Bəli, bəli. Faktiki olaraq Çinin özünü iqtisadi baxımdan, ekonomi baxımdan böyük bir müharibə ilə əlinməsidir.